Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində 3,5 sot torpaqda 2 mərtəbəli, bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Hal-hazırda mən deməli 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşirəm. 2-ci mərtəbədə deməli bax bu otaqlardan biridir. 2 böyük otaq, 1 kiçik otaq var. Gördüyünüz kimi bax bu otaq həqiqətən təmirlidir, böyükdür. Uzunluğu hardasa 5, eni 7-8 metrdir, yəni bu cürdür. Ancaq ümumi deyim 130 kvadrat metrdir. Burası ikinci otaqdır. Bax təmirini necə görsünüz bu cürdə var. Mən bildiyimə görə bu həyət evinin tikildiyi ilə görə ipoteka yararlıdır. İkinci mərtəbədən mən sizə deməli bağçasını göstərirəm. Təxminən ondan çox ağac növü var. İndi isə deməli ikinci mərtəbənin bax bura deməli pilləkəndən giriş hissəsidir. Belə bir mini otaqdır. Eyni zamanda bax burada da belə bir otaq var. Təmirini görmək mümkündür. Yəni bax bu cürdür təmiri. Sənədi çıxarışdır. Yəni asan xidmət dalğı-satqı gedən sənəddir. İndi isə mən pilləkən ilə deməli birinci mərtəbəyə keçirəm. Eyni zamanda navesin alt hissəsini sizə göstərəcəm. 6 tonluq su baseynisi var. Bundan başqa 2 tonluq su bakı var. Yenidən mən sizə deməli bu həyət evinin bağçasını göstərirəm. Ondan çox ağac növü var. Qarşıda nədir? Bax bu deməli mən sizə göstərim bir balaca orada. Bax bura deməli qarşıda gördüyünüz yer maşın üçün qarajdır. Bura isə hamamıdır. Bax bu pəncərə hamama aiddir. Stil sistemi 2 minutkadır. Bura deməli razzivalkasıdır. Qarşıda isə hamamını görmək mümkündür. Çox yaxınlıqdan deməli 24 nömrəli marşrut işləyir. Bax bura deməli navesin alt hissəsidir. Eyni zamanda darvazadan giriş hissəsidir. Bax yenidən mən sizə deməli navesin alt hissəsini eyni zamanda məhləsini göstərirəm. Birinci mərtəbədə mətbəx, 2 otaq var. Bax belə bir deməli həyət evinin qiyməti 110.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sol tərəfdə mətbəxini görmək mümkündür. Bax bu hardasa 2,5-ın 3,5-adır. Bu cürdür. Bura deməli koridordur. Birinci mərtəbənin bu həyət evinə yaxın deməli 41 nömrəli məktəb aşağı tərəfdən, bu tərəfdən isə deməli 22 nömrəli məktəb yaxındır. Belə də 16 nömrəli orta məktəb. Bura isə birinci mərtəbənin deməli otaqlarından biridir. Bu həyət evi Gəncə şəhərində keçmiş köhnə Şəmkir avtovağzalının üst tərəfi demək sözü mümkündür. Eyni zamanda 41 nömrəli orta məktəbin üst tərəfi də demək mümkündür. Yəni həmin Nizami Gəncə prospektindən bu həyət evinə qədər olan məsafə maksimum 300 metrdir. Bax belə. Yəni mərkəzi yolda yerləşir, onu da deyim. Sizlərə uğurlar.